Faşizm üzərində qələbənin əldə olunmasında SSR-nin bu müharibədə qazandığı tarixi qələbədə Azərbaycanın müstəsna rolu danılmazdı. Xalqımız bu yolda 700 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Lakin Azərbaycanın qələbəyə töhfəsi bununla kifayətlənmir. Faşizm üzərində qələbədə Bakı nefti də həlledici rol oynayıb. İkinci Dünya müharibəsinin faşizm üzərində qələbə ilə başa çatmasında Azərbaycanın da böyük rolu olub. 1941-45-ci illərdə Azərbaycanda 87 qırıcı batalyon, 1124 özünü müdafiə dəstəsi yaradılmışdı. Vətən müharibəsində təxminən 700 mindən çox azərbaycanlı iştirak edib ki, onlardan da 300 min nəfəri qəhrəmanlıqla həlak olub. Qafqaz xalqları içərisində ən çox müharibədə bütün varlığı ilə, həm iqtisadiyyatı ilə, həm siyasəti ilə, həm əhalisi ilə döyüşən o müharibədə SSR-nin qələbəsi üçün çalışan xalqlardan bir Azərbaycanlılar idi. Azərbaycan xalqı müharibəyə ilk günlərdən cəlb olundu. 19 yaşından tutmuş yuxarı, neçə yaşına məsləhət bilirdilər, müharibəyə göndərilirdi. 416-cı Taqanrod diviziyası yaradıldı, bütün Azərbaycanlılardan ibarət. Bunların əksəriyyəti Berlinə qədər gedib çıxdılar. Müharibənin qələbə ilə yekunlaşmasında ən vacib faktorlardan biri də Bakı nefti idi. Həmin dövrdə ölkə neftinin 70%-dən çoxu məhz Azərbaycanın payına düşürdü. Eyni zamanda Baltik dənizindən Qara dənizə qədər uzanan cəbhə boyu əməliyyatlarda benzinin 80, sürtkü yağlarının isə 90%-ni Bakı təmin edirdi. 1941-ci ildə Bakı zəhmətkeşləri 23,5 milyon ton neft istehsal etdilər. Bu, SSR-də istehsal edən 33 milyon tonun 70%-dən yuxarısı idi. Ümumilikdə 1941-45-ci illərdə SSR-də 110 milyon ton neft istehsal olunmuşdu. Bunun 75 milyon tonunu Bakı vermişdi. Bu özü göstərir ki, faşizm üzərində qələbədə, xüsusilə də neftin rolunu qiymətləndirərkən Bakı önəmli yerlərdən birisini tuturdu. Azərbaycanın qələbədəki payı təkcə əhali və neft faktorları ilə yekunlaşmır. Müharibə dövründə Azərbaycanda yeyinti və yüngül sənayinin, kənd təsərrüfatının inkişafı ilə cəbhəyə xeyli yardımlar göstərilib. Bundan başqa Azərbaycanlılar Müdafiə Fonduna 317 milyon rubl həcmində maddi yardım ianə edib. Bakı-Zaqafqaziya dəmir yolu və Xəzər dəniz limanı da faşizm üzərində qələbədə mühüm rol oynayıb.